Deməli, mövzumuz nədir? Plugin maşının üzərində gələn adapterlar ki var. Dediyim kimi onları maşının üzərində hədiyyə kimi də verirlər, əlavə pul kimi də alırlar yoldaşlardan. Ona görə maşın alan yoldaşlar və yaxud adapter alan yoldaşlar mütləq ki, adapteri aldığınız yerdə maşına qoşun, yoxlatdırın, sonra alın. Yəni niyə görə lazımdır o? Məsəl üçün üstlərinə bu aralar daha çox rast gəlinir. Bu şitləri quraşdırarkən rast gəlirik. Pistoletin üzərinə yazdı məsəl üçün 16 amper, amma o elə bir verir 8 amper. Maşın menüsündən də maksimuma qoyuruq, yəni işin özü də qaydasındadır. Yəni adapter 8 amperdən yuxarı vermir. Bu da o deməkdir ki, onun üzərinə 16 yazılmana baxmayan, onun daxilisi 8 amperdir. 8 amper o deməkdir ki, yəni 5 saata yığası maşın yığacaqdır 10-12 saata. Bu da vaxt itkisi təbii ki. Amma Nizelerin və yaxud Canqanın digər modellərinin 5 saat, yarım 6 saat maksimumudur ki, onlar üçün tam zaryadkaya bəs eləyir. Bu da axşam işdən gəldin, qoşdun, səhər 100%-dən götürə bilirsin. Amma 8 amper olanda isə o elə bir dediklərimiz olur 50%. Bu da diqqətinizdə çatsın ki, mütləq o belə deyim də sizin vaxt itkinizə, əlavə gözləməyinizə səbəb ola bilir. Bu baxımdan yenə dediyim kimi adapterləri alarkən yerində maşına qoşun, yoxlayın, sonra alın.